xeyir olsun. Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə ekonomik səfirdədir. 2004-cü ilin birinci rübü ərzində Azərbaycanın iqtisadi həyatında nailiyyətlər qeydə alınıb. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr edilmiş iclasda belə deyilib. Bildirilib ki, iqtisadiyyatın həm neft, həm də qeyri-neft sektorunda inkişaf qeydə alınıb. Nəzərdə tutulan bütün investisiya və sosial layihələrin icrası isə uğurla yerinə yetirilib. 2014-cü ilin ilk rübünün iqtisadi mənzərəsini ümumən qənaətbəxş hesab etmək olar. İqtisadiyyat 2,5% artıb, ümumdaxili məhsul səviyyəsi isə yüksəlib. Dövlət başçısı ölkədə reallaşdırılan neft-qaz layihələrinə xüsusi toxunub. Bildirib ki, artıq TANAP və TAP layihələrinin icrasına start verilib. Amma ümumi iqtisadi inkişafda neftənkənar sahələrin xüsusi çəkisi daha da artıb. Sənayenin inkişafı ilə bağlı yeni layihələr icra edilib. İqtisadi nailiyyətlər beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmayıb. Bizim təcrübəmiz vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktura layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir. Çünki vaxtilə bu siyasətlə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün aparmışıq. Ölkəmizi inkişaf etdirmək üçün, güclü potensialı yaratmaq üçün və qeyri-neft sektorunun inkişafı üçün biz öz valyuta ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik. Dövlət başçısı bildirib ki, 3 ay ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi davam etdirilib. Sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub. Ölkədə orta aylıq əmək haqqı 7% artıb. Bu səbəbdən əhalinin banklardakı əmanətlərinin həcmi 20% yüksəlib. Valyuta ehtiyatları 53 milyard dollara çatıb. Ölkəmizdə manatın artdığı bir dəyərinin özünü qoruyub saxladığı bir dövrdə ancaq Avropa Birliyinin milli valyutası olan avro və eləcə də dollar bu müddətdə ucuzlaşmışdı. Və eləcə də Avropa ölkələrinin iqtisadi deməli fəallığı 2,3 dəfə aşağı düşmüşdü. Və artıq manatın öz möhkəmliyini qoruyub saxlanmasının bir məntiqi nəticəsidir ki, əhalinin banklardakı əmanətləri 20% artıb. 3 ay ərzində sahibkarlığın dirçəldilməsi ilə bağlı geniş miqyaslı tədbirlər planı həyata keçirilib. Biznes mühitinin daha da yaxşılaşdırılması ölkə iqtisadiyyatına sərmayədarların diqqətini artırıb. Maraqlısı isə odur ki, ötən dövr ərzində daxili investisiya xarici investisiyanı üstəliyib. Digər iqtisadi uğurlardan biri odur ki, dünya ölkələri borc böhranından əziyyət çəkdiyi halda Azərbaycanın xarici borcu ümumdaxili məhsulun 8%-ni keçməyib. Dövlət başçısı iqtisadi artım tempinin qorunub saxlanması üçün aidiyyatı qurumlara tapşırıqlarını da verib. 2014-cü il ərzində sosial və infrastruktur layihələrinin icrası davam etdirilməli, xarici investorlar ölkə üçün prioritet hesab edilən sahələrə yönəldilməli, sahibkarlığın inkişafına dövlət dəstəyi artırılmalıdır. Birinci rübün yekunlarında isə bir müdaxilə məhsulu isə qeyri-neft sektorundakı artım. 2014-cü ildə Azərbaycan iqtisadiyyatının 5% intervalında böyüyəcəyini proqnozlaşdırmaq imkan verir. Eyni zamanda qeyri-neft sektorundakı artım 2 rəqəmli olacaq, 10%-dən artıq olacaq. Və 2014-cü ildə ilk dəfə olaraq qeyri-neft sektorunun payı ümumi daxili məhsulda 60% limiti keçərək 62% yüksələcək. Prezident İlham Əliyev yekun nitqində ərzaq təhlükəsizliyinə xüsusi yer ayırıb. Bildirib ki, ölkədə kənd təsərrüfatında islahatların həyata keçirilməsi üçün yeni sərəncam veriləcək. Azərbaycanda aqrar sahənin könüllü sığortası nəzərdə tutulub. Hazırda yeni model hazırlanır. Təkliflərə uyğun olaraq riskli sığortalanmayan fermerlərə subsidiyalar verilməyəcək. Məlumatı Azərbaycan Sığortaçılar Asosiasiyası yayıb və qurumun rəhbəri Orxan Bayramov bildirib ki, bu məqsədlə fermerlərin maraqlandırılması üzərində iş aparılır. Təkliflər sırasında aqrar sığorta ilə məşğul olan sığorta şirkətlərinin sayının artırılması da nəzərdə tutulub.
2013-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 milyard dollar olub. İqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya yatırıb. Azərbaycan-Rusiya Biznes Forumunda çıxış edən İqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayev belə deyib. Onun sözlərinə görə qonşu ölkənin iş adamları Azərbaycana 630 milyon dollara yaxın sərmayə yatırıblar. Ulyanovsk vilayəti Rusiyanın ən çox tikinti və maşın qarma sahəsində məşğul olan vilayətidir və biz istəyirdik ki, bizim bu sahədə məşğul olan şirkətlərimiz Azərbaycanla, ölkəmizin tikinti şirkətləri isə bizim vilayətdə fəaliyyət göstərsinlər. Biz həmçinin Gəncə şəhərində sosial layihələrin həyata keçirilməsini hazırlaşırıq. Bugün tüm bu məsələlər müzakirə olunur. Ukrayna hər 1000 kubmetr qaz üçün Rusiyaya 386 dollar ödəməyə hazırdır. Bütün borcların da bağlanılması mümkündür. Ölkənin Milli Bankının rəhbəri Stepan Kuviv belə deyib. O, bunun müqabilində Gazpromun müqavilə şərtlərinə dəyişiklik etməsini tələb edib. Rusiyaya olan bütün borclarımızı bağlamalıyıq. Bizim başqa çıxış yolumuz yoxdur. Təbii qaz qiymətinin bazar şərtlərinə uyğun olmadığını görsək də, biz bununla razılaşmalıyıq. Lakin bu nəqliyyat xalq, məhz Moskva ilə müqavilə şərtləri barədə danışıqlar aparılacaq. Rusiya iqtisadiyyatı ilə bağlı beynəlxalq reyting agentliklərinin hesabatları reallığı əks etdirmir. Baş nazirin müavini İqor Şuvalov belə deyib. Hökumət rəsmisi müstəqil reyting agentliyinin yaradılacağını da əlavə edib. Bir var arzulamaq, bir də var onu həqiqətə çevirmək üçün atılan zəruri adımlar. Müstəqil reyting agentliyinin yaradılması da məhz zəruri adımlardandır. Gec və tez bu sistem yaradılmalıdır. Çünki hazırki kredit reytingini tərtib edən agentliklər qəribin təzyiqi ilə qeyri-real dəyərləndirmə aparırlar. Ümumiyyətlə, bu sahə dünya miqyasında iri monopoliya çevrilib. Hansı ölkənin maraqları ilə uzlaşmaq olmursa, dərhal həmin ölkə reytingi aşağı salınır. Düşünürəm ki, artıq öz müstəqil reyting agentliyimizin yaradılmasının zamanı yetişib. Avropa Mərkəzi Bankı yaxın vaxtlarda əlavə stimullaşdırma tədbirlərinə başlaya bilər. İnflyasiya səviyyəsinin aşağı həddə olması bankın bu cür addıma getməsinə zəmin yaradır. Bank rəhbəri Mario Draghi belə deyib və onun sözlərinə görə regionda deflyasiya riski olmasa da qabaqlayıcı tədbirlərin hazırlanması vacibdir. Bunun üçün pul kredit siyasətində əlavə stimullaşdırmalara ehtiyac var. Əsas faiz dərəcələrinin ən minimum həddə, yəni 0,25% faiz səviyyəsində saxlanılması kifayət etmir. Stimullaşdırma tədbirlərinin artırılmasına ehtiyac olduğu aşkar görünür. Bizim hədəfimiz inflyasiya səviyyəsini 2%-ə çatdırmaqdır. Bunlar olmaq üçün pul kredit siyasətimizdəki bütün alətlərdən istifadə etməyi düşünürük. Meksika Birləşmiş Ştatlara satdığı avtomobillərin sayını nəzərə çarpacaq dərəcədə artıraraq Yaponiyanı geridə qoyub. Meksika Avtomobil İstehsalçıları Assosiasiyasının açıqladığı hesabata görə bu ilin birinci rübündə şimal qonşusuna 428 min nəqliyyat vasitəsi ixrac olunub. Yaponiya isə cəmi 20 min maşın sata bilib. Əsas səbəb kimi Meksika və Birləşmiş Ştatlar arasında azad ticarət zonasının mövcudluğu göstərilir. Digər səbəb isə Meksika istehsalı avtomobillərin qiymətinin Birləşmiş Ştatlar bazarı üçün daha aşağı olmasıdır. Meksika 2015-ci ilə qədər rəqibi Kanadanı da üstələməyi planlaşdırır. Galaxy S5 modeli ötən həftə sonu artıq satışa çıxarılıb və ilk günlərdə yeni modelin satışı rekordlar vurub. Yeni versiyanın xüsusi özəllikləri arasında onun barmaq izi ürək döyüntüsünün tempini müəyyən edən sensor və su keçirməzlik bacarığı ilə zənginləşdirilməsidir. Yeni smartfonun qiyməti isə 850 dollardan başlayır. Şirkət rəsmilərinin proqnozlarına görə yeni modelin satışı bu templə davam etsə, bu il üçün nəzərdə tutulan proqnozlar vaxtından tez də yerinə yetirilə bilər. Bu saata neftin qiymətində artım var və Amerikanın New York birjasında hərraca çıxarılan light neftinin qiyməti 104 dollar 25 sentdir. Yəni 0,3% bahalaşıb. London birjasında hərraca çıxarılan Brent neftinin qiyməti isə 0,33% yüksəlib və indi bu qara qızıl 108 dollar 15 sentə təklif edilir. Dünyanın əsas fond bazarları həftəyə enişlə başladılar və Amerikanın səhmlərinin qiymətində azalma qeydə alınıb. Avropa birjalarında da eyni tendensiyanın nümayişi olunur və Yaponiyanın Nikkei 225 indeksi isə dəyərini 0,61% artıra bilib.
Qızılsa bahalaşmaqda davam edir və onun bir unsiyası hazırda 1324 dollar 75 sentdir. Gümüşün qiymətində 0,15% eniş var və bu metal indi 19 dollar 93 sentə satılır. Platinin qiyməti 1460 dollara yüksəlib, palladium, mis və alüminiumsa bahalaşan metallar sırasındadır. Bu saata avro-dollara məzəmməsi 1.3824 dollar yen 101.67 funt sterling dollar isə 1.6720-yə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələri isə belədir. Dollar 78 qəpiy yarımdır, avro 1 manat 9 qəpiyə mübadilə olunur, Rusiya rublu 2,2 qəpiyə, Türk lirəsi isə 37 qəpiyə bərabərdir. Bu qədər bugün olan əsas iqtisadi yenilikləri Ekonomiksə təqdim etdik. Salamat qalın. Vaxt Sədamdır.